Salam uşaqlar, necəsiniz? Bugün sizinlə bərabər summativ yazacağıq. Summativ sadəcə tarixdən ibarətdir. Başqa bir şey yazmamışam. Ən axırıncı işlədiyimiz şey yazarsınız. Orada rus tarihi. Yaza bilməyənlər mənə desin, sizə kömək eləyəcəm. Başa düşdünüz? Uşaqlar, mən indi sinifdən çıxacam. Görürüm ki, bir dənə kopya çəkirsə, onda siz yandınız. Başa düşdünüz? İndi çıxıram mən sinifdən. İkinci sualın cevabı nədir? Şapkada da bıraktı. Sağ ol, bıraktı. Birisi gel. Normal gibi davran, normal gibi bak. Böyle, bu böyle olacak. Bu da böyle olacak. Şəbət, biz elə bilir ki, bərabər yazmırıq. Sadəcə aklımızı işlədirik. Qəşəng olur, bu sayəsində qəşəng olur. Bəlkə bizim olduğumuz asla anlamır. Bizə güvən olması, biz o qədər Türkçe güvən olmaz. Düz deyirsən. Ben çıxışda bu Ermənistanın götürüb şey soxacam. Bir şey olur mu? Yox, istədiyi soxa bilərsin ona. Ona bir şey olmaz. Onun canı it kimi dəmirdəndir. Düz deyirsən ya. Onun canı dəmirdən hesablandı. Ben qurtardım, aparıram indi. Bu itdə elə yerində otursun ancaq. Ancaq otursun, oyun oynasın. Ancaq. Heç vaxt bir şey alacağı şey yoxdur. Ancaq altdan kopya çəkir. Bir də kopyayı deyəcəm və çıxışda onu götürüb bir şey soxacam. Soxa bilərsən, sıxıntı yox. Bir şey olacaq. Qəşəng. Gəlin inşallah birisi gəlməsin təkcə. Birisi gəlir, tez ol dərsəsə ki belə. Bunun 7 ilə vurarsak, 7-yi 8-ə görməliyik. Bunu 6-ya vursaq belə eləyər. Aferin uşaqlar, belə olur. Həmişə bax, bir-birinizdən köçürməyin. Mənim o telefondan baxır. Ermənistanı şahid elədiyim var. Düz deyirsən, hə? Bax, səplanmadıram. Mən Ermənistanla savaşarkən arxadan askeri göndərəcəksən, yaxşı? Bax, bir səhv olmasın, Yoxsa sonra Amerika zat gələr, ya da müəllimdən zat gələr. Nəysə, yazmağa davam. Qurtardım, mən aparıram.